Gəlin deməli yeni test toplusundan belə bir suala baxaq. DNT molekulunda 3 qat hidrogen rabitələrinin sayı 120 ədəddir. Əgər molekulda ümumi hidrogen rabitələrinin cəmi 700 ədəd olarsa, molekuldakı fosfat turşusu qalıqları ilə karboksil qrupları arasındakı rabitələrin cəmi neçə edər? Deməli, biz bilirik ki, DNT 2 zəncirlidir. Və komplementarlıq prinsipinə əsasən guaninin komplementarı sitozindir, adeninin komplementarı isə timindir. Bizdə verib ki, deyir ki, 3 qat hidrogen rabitələrinin sayı. Bilirik ki, guanin və sitozin arasında 3 hidrogen rabitəsi, adenin və timin arasında isə 2 hidrogen rabitəsi olur. 2 hidrogen rabitəsi, yəni 1-2 qat rabitə deməkdir. Və yaxud 3 hidrogen rabitəsi 1 ədəd 3 qat rabitə deməkdir. Bizə 3 qat hidrogen rabitələrinin sayı 120 ədəd verdiyi üçün, deməli guaninin sayı 120 ədəddir. Və bunun komplementarı olan sitozinin də sayı o zaman 120 ədəd olur. Və deyir, molekulda hidrogen rabitələrinin cəmi 700 ədəddir. Hidrogen rabitələri 700 ədəddir. 720 ədəd. Və bizim belə bir düsturumuz var. Hidrogen rabitəsi bərabərdir 2 adenin və yaxud timin üzərinə 3 guanin və yaxud sitozin əlavə edirik. Və digər bir düsturumuz hidrogen rabitəsi bərabərdir ümumi nukleotidlərin sayı üzərinə gəlirik guaninin və yaxud sitozinin sayına. İndi bizə burada ümumi hidrogen rabitələrini verib, ümumi nukleotidlərin sayına baxsaq, görərik ki, nukleotidin sayı bərabərdir. Hidrogen rabitəsi çıxılsın, guaninin sayı. Hidrogen 720-dir, çıxırıq 120-ni və tapırıq ümumi nukleotidlərin sayı 600 ədəddir. Deməli, 600 ədəd bizim molekulumuzda nukleotid var. Bir zəncirində 300, digərində 300. Və digər tərəfdən bizə deyir ki, molekuldakı fosfat turşusu qalıqları ilə karboksil qrupları arasındakı rabitələrin cəmi neçə edər? Biz deməli yazanda tutaq ki, guanin nukleotididir və yaxud burada da sitozin nukleotididir. Bunlar arasında hidrogen rabitəsidir və bunlar hər biri özünün karbohidratına birləşib, azot əsasları və onlar da karbohidratı orta fosfat turşusuna birləşib. Əgər molekulda 600 ədəd nukleotid varsa, deməli 600 ədəd kovalent rabitə var karbohidratla orta fosfat turşusu arasında. Və bizdən soruşur ki, ümumi olaraq bu molekulda neçə belə rabitə var? Biz dedik ki, 600 nukleotidlə burada rabitə var. Nukleotidlərin özünün karbohidratı ilə fosfat turşusu qalığı arasında. Digər tərəfdən molekullarda, qonşu molekulda olan nukleotidlər arası kovalent rabitədə var ki, bu da ümumi nukleotidin sayından 2 vahid çıxırıq. Yəni 600 ümumi nukleotiddən 2 çıxırıq. 598 nukleotidlər arası kovalent rabitə var. Və bunları toplayanda 600 üzərinə 598 bərabərdir 1198 kovalent rabitə. Deməli, cavabımız Y variantı.